İndi isə gəlin Kür dağarası çökəkliyi vilayətindən danışaq. Ümumiyyətlə, Kür dağarası çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir. Acınohor Ceyrançöl alçaq dağlığından Xəzər sahillərinə qədər geniş bir ərazidə uzanır və böyük bir ərazini əhatə edir. Ərazinin relyef və tektonik quruluşu sadədir. Əsasən hamar düzənliklərdən təşkil olunur. Kaynozoin 4-cü dövr çöküntüləri üstünlük təşkil edir. Həmçinin burada neogen yaşlı süxurlar da yayılmışdı. Əsas faydalı qazıntıları neft və qaz, müalicəvi palçıq vulkanları, müalicəvi neft və tikinti materiallarıdır. Əsas iqlim tipi isə qışı mülayim keçən yarımsəhra və quruçöl iqlim tipidir. Çay şəbəkəsi sıx deyil, seyrəkdir. Əsas çayları Kür və Araz çayları və onların qollarıdır. Həmçinin ərazidə arteziyan və minerallaşmış qurut suları da geniş yayılıb. Ərazinin iqlimi ilə bağlı olaraq suvarma tələb olunduğu üçün su anbarları və kanallar yaradılıb. Gəlin görək, Kür dağarası çökəkliyi vilayəti hansı fiziki coğrafi rayonlara bölünür? Bunlar Qanı-Xəyriçay, Ceyrançöl Acınohor, Qazax Qarabağ, Arazboyu, Küdrü Şirvan və Kür-Araz və yaxud da Mərkəzi Aran fiziki coğrafi rayonlarıdır. İlk olaraq başlayaq Küdrü Şirvan fiziki coğrafi rayonundan. Bu fiziki coğrafi rayon Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarını əhatə edir. Okean səviyyəsindən yuxarıda yerləşir. Şirvan çaylarının gətirmə konusları burada yerləşir. Yayılan torpaqlar boz çəmən, açıq şabaldı torpaqlardır və bu torpaqlar suvarma şəraitində əkinçilik tələb eləyir. Burada suvarma şəraitində quru subtropik meyvəçilik inkişaf etdirilir. Quru subtropik meyvəçilik deyəndə nar, heyva və s. kimi meyvələr nəzərdə tutulur. 4-cü dövrün dəniz çöküntüləri üstünlük təşkil edir. Yarımsəhra iqliminə malikdir. Qışı mülayim keçən yarımsəhra iqlim tipi, yarımsəhra və quruçöl landşaftı yayılıb. Son olaraq onu da qeyd edeyim ki, Yuxarı Şirvan kanalı bu fiziki coğrafi rayonun ərazisində yerləşir. 2 rəqəmi ilə işarə olunan ərazi Kür-Araz və yaxud da Mərkəzi Aran fiziki coğrafi rayonunun ərazisidir. Bu fiziki coğrafi rayon hansı rayonların ərazisini əhatə edir? Yevlax, Sərdab, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Salyan, Şirvan, Neftçala və Cəlilabad. Respublikamızın ən böyük fiziki coğrafi rayonudur. Həm Xəzər dənizinə, həm də xarici ölkəyə çıxışı var. Cənubdan İrandan, şərqdən isə Xəzər dənizi ilə sərhəddir. Ərazisi qərbdən şərqə doğru genişlənir və hündürlüyü azalır. Akkumulyativ düzənliklər üstünlüyü təşkil edir və ərazinin böyük bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. İqlim olaraq qışı mülayim keçən yarımsəhra və quruçöl iqlim tipi, landşaft olaraq isə yarımsəhra və quruçöl landşaft tipi yayılmışdır. Həmçinin talalar şəklində bataqlıqlaşmış sahələr də mövcuddur. Bu fiziki coğrafi rayonda boz çəmən, boz qonur, açıq şabaldı torpaqlar yayılıb və talalar şəklində şoran torpaqlar yayılıb. Əkinçilik irriqasiya şəraitində inkişaf etdirilir və burada pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq inkişaf edib. Onu da qeyd edeyim ki, burada torpaqların meliorasiyası üçün kollektor drenaj şəbəkəsi yaradılıb. Burada axmaz göllər də mövcuddur. Bu göllər Ağgöl, Sarısu gölü, Mehman, Hacıqabul və Duzdağ gölüdür. Əsas çayları isə Kür və Araz çaylarıdır. Burada iqlim quraq olduğu üçün müəyyən su kanalları da çəkilib. Bu su kanallarına Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Muğan və Baş Mil kanalları aiddir. Ərazidə 4-cü dövr süxurları geniş yayılmışdı. Bu fiziki coğrafi rayonun palçıq vulkanları yayılıb cənub-şərqi Şirvan düzündə. Həmçinin burada neft yataqları da mövcuddur. Muradxanlı və Mollakənd neft yataqlarıdır. Bu yataqlar mezozoy yaşlıdır. Onu da qeyd edeyim ki, neft ehtiyatları Salyan və Neftçalada yayılıb. Bir də Neftçalada yodlu bromlu sular geniş yayılıb. Bunlar Mişovdağ və Babazənəndir. Milli parklardan isə Ağcabəddə Ağgöl Milli Parkı, İmişlidə Sarısu, Lənkəranda Qızılağac Milli Parkı, Şirvan Milli Parkı, Bəndovan qoruğu burada yerləşir. 3 rəqəmi ilə işarə olunmuş ərazi Qazax Qarabağ fiziki coğrafi rayonudur. Xarici ölkəyə çıxışı var. Gürcüstan və Ermənistanla həmsərhəddir. Hərəmi düzünə qədər olan ərazini əhatə edir.
Qışı mülayim keçən yarımsəhra və quru çöl iqlim tipi yayılmışdı. Landşaft isə quru çöl landşaftıdır. Torpaqlardan isə şabaldı torpaq yayılıb. Ərazisindən tranzit çaylar keçir. Məsələn, Tovuz çay və Ağstafa çay. Həmçinin Kiçik Qafqazın şimal-şərqindən və cənub-şərqinin çayları buradan axaraq kürə tökülür və kürə töküldükləri hissədə gətirmə konusları əmələ gətirirlər. Ərazidə 4-cü dövrün çökmə süxurları geniş yayılmışdı. Həmçinin Sultanbud meşəsi də burada yerləşir, Qarqarçayın hövzəsində və Qazax Qarabağ fiziki coğrafi rayonunun daxilində kurort şəhəri yerləşir. Bu kurort şəhəri naftalandır. Burada yanmayan neft mövcuddur və bu neft müalicəvi əhəmiyyətlidir. Körçay qoyruğu da burada yerləşir. İndi isə Qanı-Xəyrəçay fiziki coğrafi rayonundan danışaq. 4 rəqəmi ilə işarə olunmuş ərazi Qanı-Xəyrəçay fiziki coğrafi rayonudur. Xarici ölkəyə çıxışı var, Gürcüstanla sərhəddədir. Ərazisi Gürcüstanla sərhəddən Girdimançaya qədər geniş bir ərazini əhatə edir. Kür çökəkliyi vilayətində yeganə fiziki coğrafi rayondur ki, burada qışı quraq keçən mülayim isti iqlim tipi yayılıb. Ərazidə düzən meşə landşaftı yayılıb. Torpaqlardan isə çəmən meşə torpaqları geniş yayılmışdı və bu torpaqlarda suvarma şəraitində əkinçilik həyata keçirilir. Onu da qeyd edeyim ki, burada düzən meşə landşaftının yaranma səbəbi şirin qurunt sularının səthə yaxın yerləşməsidir. Ərazidə 4-cü dövrün çöküntüləri geniş yayılmışdı və Qanıq çayının Əyriçaya qovuşduğu ərazidə saqqız ağacı yayılıb. Əhatə etdiyi rayonlar isə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllıdır. Növbəti olaraq Ceyrançöl Acınohurd fiziki coğrafi rayonundan danışaq. Bu fiziki coğrafi rayon xəritədə 5 rəqəmi ilə işarə olunub. Bu fiziki coğrafi rayonun xarici ölkələrə çıxışı var. Gürcüstan sərhəddindən Girdimançaya qədər ərazini əhatə edir. Kür çökəkliyi vilayətinin ən hündür nöqtəsi Çobandağ zirvəsi burada yerləşir və hündürlüyü 890 metrdir. Daha sonra burada yerləşən relyef formalarından Eldaroyğu türəsi, Bozdağ silsiləsi, Palantökən silsiləsi, Acınohur düzü, Xocaşirin silsiləsi və Daşüz silsiləsi burada yerləşir. Bu silsilələr həm də arid qırışıq silsilələr adlanır. İqlim olaraq qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi yayılmışdı. Landşaft tiplərindən isə dağ yarımsəhraları landşaft tipi yayılıb. Torpaqlardan isə şabaldı torpaqlar yayılmışdı. Burada həm şirinsulu, həm də şorsulu göllər mövcuddur. Şirinsulu Candar göl, şorsulu isə Acınohur gölü. Ceyrançöl Acınohur fiziki coğrafi rayonunda Neogen və 4-cü dövr süxurları yayılıb. Daha çox Neogen dövrünün süxurları yayılıb. Həmçinin ərazidə Yarğan, Qobu və Beytlin şəbəkəsi geniş yayılmışdı və çaylar palçıqlı sellər yaradır. Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarının bir hissəsi burada yerləşir. Əhatə etdiyi rayonlar isə Ağstafa, Tovuz, Şəmkir, Samux, Qax, Şəki, Mingəçevir, Ağdaş və Göyçaydır. Kür çökəkliyi vilayətində ən son danışacağımız fiziki coğrafi rayon Arazboyu fiziki coğrafi rayonudur. Bu fiziki coğrafi rayon isə xəritədə 6 rəqəmi ilə işarə olunandır. Ən kiçik fiziki coğrafi rayondur. Gəyən, İncə, Hərəmi düzlərini əhatə edir. İqlimi yarımsəhra və quru çöl iqlim tipidir. Landşaftı isə quru çöl landşaftıdır. Milmuğan su qovşağı, Qız qalası və Xudafərin su elektrik stansiyaları burada yerləşir. Bir də Köndələn çayının mənsəbi bu fiziki coğrafi rayondadır. Əhatə etdiyi rayonlar isə Zəngilan, Cəbrayıl, Füzuli və Beyləqan rayonlarıdır.